Hörmətli kolleqalar, məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, bu il 16, 17, 18 may tarixində Gürcüstan sarayında ənənəyə dönmüş Bakı Ürək Günləri Beynəlxalq Konfrans baş tutacaqdır. Bu konfrans nəzdində 20 ölkədə 60-a yaxın xarici ürək və damar cərrahları cəlb olunublar. Konfrans əsnasında ürək və damar cərrahəsinin və kardiologiyanın müasir aspektləri müzakirə olunacaqdır və müasir protokollar və müalicə metodları müzakirə olunacaqdır. Konfrans əsnasında kardiologiya və kardiocərrahiyyə ilə məşğul olan ürək və damar cərrahları, kardioloqlar, pediatrlar, anestezioloqlar, tibb bacıları və perfüzionistlər də öz toplantılarını keçirəcəkdir. Eyni zamanda demək istəyirəm ki, bu toplantıda növbəti dəfə Türk dövlətlərinin kardiocərrahlarının 3-cü toplantısı baş tutacaqdır. Konfransa daxil olan məqalələr və tezislər Azərbaycan Ürək və Damar Cərrahiyəsi jurnalında dərc olunacaqdır. Bildiyiniz kimi bu jurnal Ali Attestasiya Komissiya tərəfindən akreditasiya olunmuş jurnallar siyahısındadır. Odur ki, hər birinizi bakuhardtest.az saytından qeydiyyatdan keçməyə, tezis və məqalə göndərməyə dəvət edirəm. Konqresdə görüşənə qədər.